Qarışıq bir piroq hazırladım. Pitsaya bənzər bir şeydir. Deməli, ilıq suyun içinə duz, şəkər, maya, bitki yağı və un əlavə edib yumşaq, biraz ələ yapışan bir xəmir hazırlayırıq və qoyuruq kənara. 1 saat təxmini xəmirimiz dinlənir. Ölçüsü böyüyür təbii ki. Daha sonra soba listimizə götürürük. Əlimizi və sobanın listini yağlayırıq. Həmin xəmirimizi açırıq o soba listin üzərində. Xəmir açdıqdan sonra pitsaya istifadə olunduğu kimi tomat sousu vura bilərsiniz, barbekü sousu, ketçup, məndə ketçupdur, barbekü sousunu bir yerdə qatdım və İtalyan pripravaları var, ondan istifadə etdim. Biraz pendir, idealda mozzarella olmalıdır, toyuq əti, yaşıl bibər, biraz göbələk, daha sonra sosis əlavə elədim. Və əsas məsələ, qəribə olsa da, turşu xiyar. Çox ləzzətli olur turşu xiyarla. Siz də mütləq hazırlayın. Dad fərqlidir təbii ki. Belə bir piroqumuz oldu. Sobaya göndərdim bişməyə. Yəni pizza da demək olar.